Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Həmişə kimi biz oyanmışıq. Bugün bazar günüdür. Başlamışam işlərimə. Deməli, axşam balıq almışdıq. İndi onu qoydum, açıldı, buzluydu. Açılıb, indi onu təmizləyirəm. Bəzən orta sümükləri də çıxardıram ki, uca qalmasın da. Belə balığı təmizləyim, daha sonra onu pay eləyəcəm. Bugün günortaya da qızardaram, yəqin ki, yeyərik. Belə. Yavaş-yavaş işlər gedir. Balıq təmizləməyi əslində sevmirəm, amma bu balıq çox rahatdır. Nə pulcuğu yoxdur. Yəni ətli balıqdır da, bu rasiska balıqdır. Ona görə mənə xoşdur bunu təmizləmək. Yəni heç çox adam incitmir. Burada kameram düşürdü az qala. Aylin də orada oturub planşetdə oyunlar oynayır. Belə günlərimiz keçir. Balıqlarımı təmizlədim. İndi aparıram yumağa. Belə 7 kilo almışdıq bu dəfə. Xeş balığıdır adı. İndi aparım yuyum. Pay eləyib xaladenkə yığacam. Bugün günortaya da biraz qızardacam. Bazar günü də hamı evdədir. Bilirsiniz, balıq elə bir yeməkdir ki, onu oradan qızardıb, oradan da yemək lazımdır. O qaldı, mən sevmirəm. Belə aparım indi yuyum. Bugün də havamız yağışlıdır. Suyumuz az gəlir. Aparım yuyum, qoyum xaladenkə buzlamaya. Bunları baxın, qoydum xaladenkə. Bunlar yumuşaqdır. Bu 1, 2, 3, 4. Bir bişirimdə indi orada bişirəcəm. Bu 2 dənə qalandı. Bunlar təzədir. Bunlar 2 bişirim qalmışdı köhnədən, yenə aldıq. Bu sıra ancaq balıq qoyulur. Belə. Buradayını da yudum. Belə çilosəndə suyu çəkildi. Daha sonra aşüstəndə su çəkiləndən sonra qoydum bura klokra. Çünki hələ pişirmirəm, ona görə. Balığımızı başlamışam qızartmağa. Baxın, belə qəşəng qızarır burada. Bol yağda qızarmalıdır bu balığımız. Onda daha yaxşı olur, yapışmır, dadlı olur. Bu tavamız da qara-qura olmağına baxmayın. Yəni ancaq belə qızartmalar üçün istifadə olunur. Başqa bunda heç bir yemək pişmir, ancaq balıq falan qızarır. Qızartmanı yaxşı eləyir. Amma indi yəni yanır da balıq qızardanda belə tavalar bilirsiniz. Bir çox vasitələrlə ağartmaq olur, amma ehtiyac yoxdur. Yəni onsuz da bugün ağardırıq, sabah yenə balıq qızardırıq. Yəni bir dəfə istifadə olunmur ki, deyəsən, hə, ağardım təzədən yenə. Belə günorta yeməyi, axşamüstü günorta, nə bilim, axşam, hamısı bir yerdə, üçü bir yerdə olacaq. Partlayıcılar baş verir. Pişir. Laf çox qurutmayayım deyəni götürürəm. Bir altını söndürüm. En yaxşısı. Ya da qoy çəkim qırağa. Əlimi yandırır, partlayır, qorxuram. Ona görə söndürdüm altını. Çok mütəşəkkir qızarıb. Bunları yığdım. Növbətisini də düzdüm tavaya. Qızarsın. Balıq bişdi, yedi, içdi əlbəttə ki. Yudum qabları, daha sonra uşaqlar şirniyyat istədi. Daha doğrusu Fidan keks istədi. Burada da özü ilə hazırlayır. Evdə olan ərzaqlardan yenə keks hazırlayırıq. Qatıqdır, undur, yağdır, yumurtadır, qabartma tozudur, pesokdur. Yəni evdə olan ərzaqlarla. Dedim qısa bunu da çəkib. Bugün bazar gündür və hamı evdədir. Mamam, yoldaşım, heç kim işə getməyib. Uşaqlara dərs yoxdur. Ona görə də ancaq demək olar ki, elə yemək pişir, yığışdır, ancaq gün belə keçir. Başqa iş görmürük. Sadəcə qısaca evi tozoranlamışam. Vəssalam, daha sonra başlamışam ancaq iş görməyə. Yəni yemək pişir, şirniyyat hazırla. Belə axşama da görüm nə fikirləşirəm yemək hazırlamağa. Bu sonuncu tavamız. O birisi pişdiyi kimi bitdi. Bizdə şirniyyat çox sevilir. Özdə aram verib pişirəndə vapşim. Doğruyum, bunda qalsın, sabaha tavalarını yuyacağım.
Belə, bu da bizim şirniyyat macəramız. Bugün ancaq biş-düşlü vlog oldu demək olar ki. Çünki başqa həqiqətən də iş görməmişəm. Elə bir dənə evdə tostoron çəkmişəm və salam. Deməli, günortaya balıq yedik. Daha doğrusu günorta üstünə. Artıq saat 7-dir, 8-də işləyir. Yenə acılır bizim evdə. Və xardingdə belə günorta pörtətmişdim. Sonra balığa qərar verdim. Belə toyuğum var idi, doğrayıb pörtətmişəm. Qəşəng. İndi toyuq sosu bişirirəm. Sulu toyuq, tavuk, Aylişin gölünə düşdü. O da hamı da dedi ki, elə onu gərik. Bizdən ayın ötürmə var da el arasında. Bizdə o mümkün olmur. Çünki hamı yemək xarakterli şeylər istəyir. Belə buterbrod düzəldim, keçişdirim yox. Bəzən. O da buterbrodun hər şeyi olsa, o da ət xörəyinə baha-başa gələn stildə olur. Böyle biraz qovrulsun. Tomatını, ətini əlavə eləyəcəm. Elə darıxdırıcı havada yağış yağır. Sular gəlmir. Qəşəng qovururam. Daha demək olar ki, sonlu qovrulur. Yağa düşür. Tomatını falan da əlavə eləmişəm. Çaydanın suyunu əlavə eləyirəm. Aç. Gedib. Gör, mən bir dəfə yemək verdim. Gördüm ki, doymadı. Mən burada tontişimi bilirsiniz də. Gördüm ki, doymuyor. Getdim ikinci yeməyi hazırlayıb gəlməyə. Gedib. Qoy gedim. Görün buralardadır mı? Tontişlərimi tapdım. Bax, salfetkanın üstünə qoyuram. Aparıb ora töküb orada yeyirlər. Bilmirəm niyə belə eləyirlər. Bu pişiklərin xarakteri belədir. Bu hamilədir, çox yazığım gəlir. Bu balasıdır. Yoldaşım deyir ki, görərsən, o fırlanıb sənin üstündə qalacaq. Neyin indi? Bunun qalanı da mən yerə töküm, siz yiyəsiz. Xoşbəxt sonluq. Tək əlimdən gələ dünyanın bütün heyvanlarını yedizdirəm. Bunlar Zuzi'dən başqa bu yaxınlıqlarda baxdığım 12 pişiyin ikisidir. Onu hələ yoxdur. Onlar da bir-bir sizə çəkərəm. Bilmirəm, bəlkə də çəkmişəm. Daha az qalıb hamilənin vaxtına. Qoy yesinlər. Sizə güllərimi çəkim. Çox yağış gördülər həqiqətən. Dəhşət dərəcədə yağış gördülər. Bilmirəm necə olacaq. Ölməzlər yəqin ki. Klyonkalanmışdım bunun üzərini. Açdıq. Açandan sonra da belə yağış yağır ancaq. Açdıq heç deyəsən atdıq, bilmirəm. Bu da ətir şahıma baxın, nə gözəl pərvaz verib. Çox qəşəng. İndi həyət ola, əkəm həyətə. Orada həyətimiz var, orada amma iş gedir deyənə mən ora əkə bilmərəm. Qısaq video var. Bu vloga baxım yerləşdirə bilsəm yerləşdirərəm, baxarsınız. Bu da əmək küməciyim. Bunda yer yoxdur, bura salmışıq. Onsa bu xırdaları saxlayacağım. Bunu qırıb başqa qaba əkərəm və yaxud da necəsə eləyərəm. Çünki artıq əyilib, meyilib yoxdur, qalxmır. Bu da limon ağacım. Limon ağacım da belə xırda yarpaqlar falan verib. Bu da ki açdı da, bu il qarda da açdı, ancaq açdı. Çox qəşəng gülü var. Adamın çox xoşuna gəlir. Bu indi açacaq hələ. Da açıb. Canlarımı yağış qoymur. Bu da ki işinə belə xarab ola gedir. Amma burada nəsə var. Çiçəkdir, yarpaqdır. Yarpaqdır məncə. Bunun dibini mamam yığır bura. Mən buradan yığıram zibil vedrəsini. Mamam yığır bura. Mən buradan yığıram. Sigaret də var. Mamam həmişə qaynanamda da o adətdir. Gülün yarpağını qırıb burasına qoymaq. Yəni qırıb deyəndə ki, təmizləmək məqsədi ilə də. Mən amma həmişə atıram. Mamam bəzən burada durur. Bunları belə eləyir. Mən qırmağa qıya bilmirəm.
Nə bilim, bunlar da belə quruyub gedir. Bu pul gülüdür də, bilirsiniz. Bu əslində heç vaxt məndə belə zay olmamışdı. Sadəcə bu il niyə belə oldu bilmirəm. Bunun özü mənim neçə illik gülümdür, bilirsiniz. Rahat bir 6 ilin gülüdür məndə. Heç vaxt heç nə olmamışdı. Bu il çox güman ki dondu və yaxud da ki necə. Şənə qurban. Yatır, bu xalçanı da qoyulub bura. Onun üstünde mağı yatırdım. O da indi istahdı. Yatma kızım onun üstünde. Şenə Quban. Aşkım. Tontişim. Ay can, seni de oxşuyum. Canım. Çi. Ay can. Oxşuyum. Əlim torpaq. Can, qorxma. Şəfin səsindən qorxdu yazıq. O erkəkdir. Belə. Bu da bunu mama təzə eləyib. Qəşəkdə kök atıb, neçə aya atdı bu kökü indi atmayıb. Burası bunu da çıxarıb qoyub bura ki əkəcəm, hələ ki əkməyib. Bu da nə idisə öldü, getdi, bilmirəm. Bu belə yaşıldır. Mən gülləri çox sevirəm və öyle bax, bax içinə nə qədər su dolu. Vay vay. Hamısı bunlar xarab eləyir. Vallahi. Hamısını bunlar xarab eləyir. Döktüm. Da yerdən süpürəriyib yox. Bu da səməndə atmağa qıyanmamışıq hələ. Bunun da bax dibi sudur. Bu da öz-özünə saraldı, bilmirəm niyə saralır. Mən də belə qopardıram. Əkili varımızdır. Olmaz. Niyə dalaşırsınız siz? Bunlar da ana baladır. Ana balanı yola vermir. Dalaşırlar, bilmirəm niyə. Bax. Bax. Dalaşırlar ancaq. Belə, burada atda da güllərim var. Bu da bax, qaynanamda var idi ondan. O mənə vermişdi. Bu niyə burası qırılıb? Aa, heyf. Heyf olub, orası qırılıb. Bu da qəşəkdir. Bax, bunu istəyirəm. Bu ağlı, sarılı çiçək açır. İndi bunu istəyirəm ki, buradayı dipçəyin birini əkim. Əsl vaxtıdır. Boş dipçəyim var da. Elə əkim onun birinə. Belə. Bu da məndə öldü, getdi. İllərin gülüydü. Nə gözəl də açırdı. Bu il deyirəm də, mənim həyatımda hər şey tərsdir. Bu il həyatımda heç nə yolunda getmədi. Bu da otdu bitib burada. Qırmayın, neynir ot, güllərə ziyan vurur. Belə. Bunları yığdım, bura paket gətirim. Yığım, güllərin dibindən yığmışam. Bu da əmək küməcidir. Mən bunun dibinə eləmişdim, amma bax, quruyub gedib çıxmayıb. Amma burası yaşıldır. Bəlkə də yenə bastırsam. Bəlkə tutar. Ay Allah, hamısının dibi. Qoy bunda suyunu boşaldım, bax. Bu yağışlar elədir də. Bu yağış nə qoyur ki? Boşaltdım su. Ay, yerləşdirim bura. Belə, buna çox pis oldum. Bax, buradan yarpaqlar verir, amma yarpaqlar da qurumaq istəyir. Bilmirəm, bunu şaxta vurub, yoxsa nə olub? Nə oldu? Sən ananı vurdun, qayıtdın. Hə, Məşdən? Məşdən? Ha, Məşdən, orası taxtı dur. O girir bəzən bizə. Yemək pişirdiyim, o qaz qoyduğumuz var ya, həyətdə yer, ora girir bəzən. Oxşayıram, çıxır. Yarpaqlar da düşdü arxaya. Bunu adamın toyuqları olsa ora atar. Heyifdir səməni. Lentasını da çıxartmamışıq. Elə olur ki, lenta lazım olur. Belə. Çıxartıp taxdım qoluma. Heç nə itkiyə vermək olmaz. Buna baxın, sən nə gözəlsən. Sən nə qəşəngsən. Məni bir də burada, hə, babaları mama qoyub bura, mən bunlardan xəbər ola bilmirəm. Çıxarda bilmirik ki.
Mənim burada bir dənə balaca gülüm var. Bundan qaynanamda da keçən gün gör. Hə, bu nə qəşəng pərvaz eləyib. Bu inanırsınız neçə illər idi. Bap balacaydı da. Neçə illər idi. Bap balaca. Diblərini təmizləyək. İndi qəşəng şey olub. Qaynanamda da balaca var idi. Koridorda. Hə, gəl sən də bax. Nəyə baxırsan? Oy, ayağın istandı can. Bunu indi qəşəng olub. Bunu da yekə qaba əkərəm və yaxud da əkmərəm, elə bunda qalar. Ora girmə. Girmə ora. Nəysə, girsən gir. Bu oranın da bu yatmaq yeri oradır. Girib orada yatır, gizlənir özü üçün. Ay, belə. Bunu da elə qoyum yenə alta. Çünki balacadır burada. Bir şeyler aşırda bilər. Burada da biraz. Kız neyinirsən sən orada? Kız deyirəm, sən də oğlansan, hə? Aya neyinirsən orada? Getdi. Ay bala. Belə getdi, çıxdı oradan bax. Bura yığım. Ay, belə paket gətirim, onları götürüm. Bu da öz-özünə niyə belə qaralır? Mən ən zəhləm gedən şeydir də bitkinin belə olmağı. Əldə vurursan sağlamlar tökülür, yaxşılara heç nə olmur. Sağlamlar tökülür, yaxşılara heç nə olmur nə idi? Üzürlü sayın. Yaxşılar tökülür, pislərə heç nə olmur. Deyəcəkdim. Belə girim içəri.